Salam, hər birinizi xoş gördük, əziz izləyicilər və şagirdlər. Biri 3-cü ay 2026-cı ildə OTK-nın 11-ci siniflər üçün keçirdiyi sınaq imtahanının izahına baxaq. Deməli, birinci sualda belə bir bölünmə əlamətinə görə belə bir sual veribdi ki, 34A üstü xətt 3 rəqəmli ədədi 3-ə tam bölünərsə, A-nın ən böyük qiymətini tapın. Əvvəlcə biz bu misalı həll etməmişdən qabaq əlbəttə ki, 3-ə bölünmə əlamətini tam bilməliyik ki, daha sonra bunun qiymətini tapa bilək. 3-ə bölünmə əlamətində isə bizə deyirdi ki, rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə qalıqsız bölünür. Rəqəmlərinin cəmini 7 plus A tapdıq. Deməli, biz A-nın yerinə elə rəqəmlər qoymalıyıq ki, 7 ilə topladıqda 3-ə qalıqsız bölünsün. 7-nin üzərinə 2 gəldikdə, yəni 9 edir. 9 3-ə qalıqsız bölünür. Daha sonra 5 əlavə etdikdə 12 3-ə qalıqsız bölünür və 8 əlavə etdikdə 15 alınır və 3-ə qalıqsız bölünür. 8-dən böyük qiymət artıq verə bilmərik, çünki 11 edir. 11 də rəqəm yox, ədəd olur. Ona görə də A-nın burada ən böyük qiyməti 8 olacaqdır. Keçək növbəti suala. Növbəti sualda bizə deməli belə bir funksiya vermişdir. Belə bir funksiya vermişdir. İlk baxışdan şagirdlərdə bəlkə bir çətinlik təəssüratı yaratsa da, bu sual çox rahat və asan sualdır. Öncə funksiyanın hansı funksiya olduğuna baxaq, xassələrinə baxaq, daha sonra bizdən onun artma aralığını soruşur. Öncə biz bilməliyik ki, kvadratik funksiya nə zaman artır, nə zaman azalır. Əgər bizim A əmsalımız böyük 0 olarsa, parabolamızın qolları yuxarı olur. Və parabolanın qolları yuxarı olduqda, bura M-dir, deməli x0 nöqtəsidir həm də. Və biz mənfi sonsuzluqdan x0-a qədər bizim funksiyamız azalan olur. Azalan olur. Daha sonra x0-dan müsbət sonsuzluğa qədərsə artan olur. Çünki baxırıq parabolanın qolları x0-a qədər azalır, qiymətlər azalır, x0-dan müsbət sonsuzluğa qədər artır. Bu A əmsalının böyük 0 halındadır. Lakin bizə verilən funksiya da A kiçik 0-dır. Və A kiçik 0 olduqda, əlbəttə ki, bunun təpə nöqtəsi yenə də bura x0 nöqtəsidir, həm də buna M də deyə bilərik. Baxırıq ki, soldan sağa doğru funksiyamız x0-a qədər artır, yəni mənfi sonsuzluqdan x0-a qədər artır, yəni artan funksiyadır. X0-dan müsbət sonsuzluğa qədər isə bu hissədə isə azalır. İndi bizdən artma hissəsini soruşur ki, funksiyanın artma aralığını tapın. Əlbəttə ki, biz bu x0 nöqtəsini tapmamış, biz bilə bilmərik ki, yəni hansı nöqtəyə qədər artır. Koordinatları görürük ki, funksiyanın qolları x nöqtəsinin -1, 0 nöqtəsində, bir də 5, 0 nöqtəsində kəsir. Və biz həm də bunu bilməliyik ki, kvadratik funksiyada bu M simmetriya mərkəzidir. Yəni, koordinatın deməli, kvadratik funksiyanın bura simmetriya mərkəzidir. Yəni, mərkəz deyəndə daha doğrusu simmetriya nöqtəsidir. Və bu nöqtə simmetriya nöqtəsi olduğu üçün 2 bu verilmiş nöqtənin orta nöqtəsi hesab olunur. Və biz buradan x0-ı tapmaq üçün -1-in üzərinə 5 gəlir, bölürük 2. Çünki orta nöqtəni tapanda bilirik ki, ədədləri toplayıb yarıya bölürük. Olur 4/2 və cavab 2-yə bərabər. Deməli, x0-ımız 2-dir. Funksiyamızın da artma aralığını soruşduğuna görə mənfi sonsuzluqdan 2-yə qədər funksiyamız artır. Cavabımız olur E variantı. Yəni, çox rahat bir sual olur. Keçək növbəti suala. Növbəti sualda bizə belə bir sual veribdir ki, deməli, 33-cü sualda, yəni 3-cü sual deyək, belə bir sual verib ki, ABS düzbucaqlı üçbucağında, öncə ABS düzbucaqlı üçbucağını çəkək. ABS düzbucaqlı üçbucağında təpə nöqtələrini bizə deməli veribdir. Daha səliqəli çəkək. Aha, ABS üçbucağında bizə deməli veribdir
Təpə nöqtələrinin koordinatları. Bura B-dir, 90 dərəcə. A-nı 2 -1 veribdir. Bura A2 -1 deyək. B-ni verib -1, 3 nöqtəsi. C-ni verib, deməli, C-nin koordinatlarını verməyib. BC-nin uzunluğunu bizə 12 veribdir və bizdən AC-nin uzunluğunu tapmağı tələb edir. Təpə nöqtələrinin koordinatları verilibsə, əlbəttə ki, biz iki nöqtə arasındakı məsafə düsturundan istifadə edərək, yəni x2 çıx x1-in mötərizə kvadratı üstəgəl y2 minus y1-in mötərizə kvadratı. Bu düsturdan istifadə edərək AB məsafəsini tapa bilərik. Bunun üçün yazırıq, deməli, x2 çıx x1, yəni 2 çıx -1-in mötərizə kvadratı üstəgəl y2, yəni -1 çıx 3-ün mötərizə kvadratı. Və bu zamanda kök altında 3-ün kvadratı 9, üstəgəl 4-ün kvadratı 16, o da bərabərdir. Kök altı 25-dən də 5 çıxır. Yəni AB-nin uzunluğu 5 olur. Düzbucaqlı, üçbucaqda əlbəttə ki, katetin biri 5, biri 12 olarsa, Pifaqor ədədləridir və üçüncü, yəni hipotenuzumuz 13-ə bərabər olur. Cavab A variantı. Hələ ki, suallarımız normaldır, yəni çətin səviyyəli sual burada hələ ki qarşılaşmamışıq. Qabaqdakı suallara baxaq görək necədir. Belə bir sistem tənlik veribdir və sistem tənlikdə bizdən x çıx y fərqini tap deyir. Əlbəttə ki, bunu istəsək əvəz etmə üsulu ilə, istəsək də tərəf-tərəfə ikinci hissəni, ikinci tənliyi daha doğrusu 2-yə vurub tərəf-tərəfə çıxada bilərik. Elə həmin yoldan istifadə edək. 3y bərabər 7. Burada 2-yə vursaq olur 2x plus 4y bərabərdir 16. Tərəf-tərəfə çıxsaq 2x-lər gedir. Burada qalır -y bərabərdir -9. Y də bərabərdir 9-a. İndi biz y-in bu qiymətini istənilən tənlikdə yerinə qoyub x-i tapa bilərik. X üstəgəl 2-ni 9-a vursaq edir 18, bərabər 8. X də bərabərdir -10. Bizdən x çıx y soruşduğuna görə -10 çıx 9, o da edir -19. Cavab C variantı. Rahat bir sistem tənlikdir bu da. İndi isə keçək növbəti suala. Növbəti sualımız da bizim deməli kompleks ədədlərdəndir. Kompleks ədədlərdə deməli biz ilk öncə qüvvətləri sadələşdirməyi bilməliyik. Qüvvətləri sadələşdirməyi də əlbəttə ki, bizim hamımızın ən rahat olduğu qüvvət i kvadratıdır ki, i kvadratının -1-ə bərabər olduğunu bilirik. Bunun üçün hər birinin bu qüvvətli olan iləri 2-yə bölərək qaldıq və yaxud da tam bölündüyünə əsasən onun qiymətini tapa bilərik. Birincidə qüvvət 1 olduğuna görə elə olduğu kimi 1 çıx i-ni yazırıq. İkinciyə baxırıq, i üstü 7-ni sadələşdirmək üçün bunu yaza bilərik i üstü, deməli 6 vur i şəklində. Çünki i üstü 6 i kvadratının kubudur, yəni -1 edir. -1-i də deməli i-yə vuranda edir -i. Mənfi. Bu zaman olur 1 üstəgəl i. İndi məxrəcdəki i üstü 10-u sadələşdirək. I üstü 10-u sadələşdirsək, bunu elə i kvadratının üstü 5 kimi yaza bilərik. Əlbəttə ki, i kvadratı -1 olduğuna görə -1-in də tək dərəcədən qüvvəti elə özünə bərabərdir, yəni -1-ə. Bu olur 1 üstəgəl 1 vur. Bunu i üstü 4-ü də yaza bilərik ki, i üstü 4 i kvadratının kvadratıdır. Bu da elə müsbət 1-ə bərabərdir. Çünki i kvadratı -1 edir. -1-in də kvadratı müsbət 1-ə bərabərdir. 1 plus 1. Sürətə baxsaq görərik ki, bu müxtəsər vurma düsturunun açılışıdır. Yəni a kvadratı çıx b kvadratının açılışıdır əlbəttə ki. Bu zaman olur 1-in kvadratı 1 çıxaq i-nin kvadratı. Məxrəcdə isə 2 vur 2. 1 çıx i kvadratı, yenə deyək, i kvadratı -1-ə bərabər olduğuna görə 1 çıx -1 edir 2. Burada da 4, cavab 2-də 1. C variantı. Kompleks ədədlərin sadə bir variantı idi.
36-cı sualda isə bizə trigonometrik tənlik veribdir və trigonometrik tənlik bizə düsturun açılışıdır. Yəni bu hissə düsturun açılışı necə? Tangens 2 alfanın açılışıdır. Tangens 2 alfa bərabər idi 2 tangens alfa, 2 tangens alfa 1 çıx tangens kvadratı alfa. Yəni verilmiş bu hissə hazır düsturun açılışıdır. Deməli tangens 2 alfa bərabər 1 tənliyini həll etməliyik. Buradan 2 alfa bərabər tangens alfa 1-i nə zaman alır? Pi böl 4 plus pi k-da. Və hər tərəf 2-yə də bölsək alfanı tapmaq üçün olur pi böl 8 plus pi k bölək 2. Cavab B variantı. 37-ci sualda isə bizdən ifadəni sadələşdirmək istəyir. İfadəni sadələşdirmək üçün biz baxırıq ki, mötərizələrdə, yəni mötərizələrin içərisi eyni deyil. Ona görə biz bu mötərizələri vurub açıb yenidən qruplaşdırmalıyıq. X, y kvadratı çıx x, üzərinə gəlirik. Y, x kvadratı çıx y. Məxrəci olduğu kimi yazırıq. Bərabərdir. Artıq burada birinci və üçüncü həddi bir qruplaşdıraq. Hər ikisindən x, y-i ortaq vuruq çıxarsaq, burada olur deməli y plus x. Yerdə qalır mənfi x minus y. Bunun hər ikisindən mənfini mötərizə xaricinə çıxarsaq olur y plus x. Məxrəcdə isə x, y çıx 1. Mötərizələrin içərisi eyni olduğuna görə artıq hər ikisindən bir dənəsini yenə ortaq vuruq çıxarırıq. Y plus x qalır x, y çıx 1. Məxrəcdə də x, y çıx 1. X, y çıx 1-lər ixtisar gedir, qalır y plus 1. Y plus, daha doğrusu y plus x. Burada x-dır, mən deməli, y plus x. Cavab olur D variantı. Keçək növbəti sualın izahına. Növbəti sualda bizə deyir ki, deməli, çoxluqlara aid belə bir sual veribdir. Çoxluqlara aid sualda bizdən A və B çoxluqları üçün NA-nın elementlərinin sayı 7, NB-nin elementlərinin sayı 4 və şərt olaraq deyir ki, BA-nın alt çoxluğudur. BA-nın alt çoxluğu deyəndə əlbəttə ki, biz iç-içə olan dairələrdən istifadə etməliyik. Çünki bir çoxluq digərinin alt çoxluğu olanda birinin bütün elementləri digərinə daxil idi. Deməli, MB bu B-nin elementləridir, 4 dənə. Bu isə A-nın elementləridir. A 7 dənə elementi olduğuna görə 4-ü bunun içərisində var, 3-ü kənarda qalır. Və belə bir xassiyə var ki, əgər bir çoxluq digərinin alt çoxluğudursa, birləşmə olan böyük çoxluğu verir, yəni A çoxluğunu verir, yəni 7 elementlərin sayı üzərinə gəlir. Kəsişmə isə o kiçik çoxluğu, yəni alt çoxluğu olan çoxluğunun elementlərinin sayını verir. Cavab 11-ə bərabərdir. E variantı. Digər sualımızda isə bizdən ədədin kəsr hissəsini tapmağı tələb edir. Ədədin kəsr hissəsini tapmaq üçün öncə xassəni bilməliyik ki, ədədin kəsr hissəsini tapanda ədədin özündən onun tam hissəsini çıxmalıyıq. Öncə bu kökaltı ədədin 17-nin, kökaltı 17-nin təqribi kök alaq. Yəni kökaltı 17, 16-dan 4 çıxdığına görə kökaltı 17-dən də təqribən 4,2 çıxsın. Və bu 4,2-nin də əlbəttə ki, təqribəndir. 4,2-nin də tam hissəsi 4-ə bərabərdir. Yəni bunun tam hissəsi 4-dür. Və gətirib yerinə qoysaq, 4-dən çıxırıq 3, qalır 1. Bu verilmiş, deməli, bu ədədin, ümumi ədədimizin tam hissəsi 1-ə bərabərdir. Və xassədə də dediyimiz kimi, ədədin kəsr hissəsini tapanda ədədin özündən, yəni kök 6, 17 çıx 3-dən çıxmalıyıq onun tam hissəsini, çıx 1. Edir cavabımız kök 6, 17 çıx 4. A variantı. İndi isə keçək növbəti suala. Növbəti sualda bizə deyir ki, oturacağının radiusu 4 sm olan konusun, öncə konus çəkək. Deməli, belə bir konus çəkirik.
konusu çəkək ki, çünki düzdür, şəkilə ehtiyac bir o qədər yoxdur, sadə sualdır, ancaq şəkil olanda daha rahat olur ki, hər bir şeyi gözümüzlə görürük. Deməli, konusun bizə veribdi nəyini? 4 santimetr, radiusunu 4 veribdi. Buradan da bir hündürlük endirsək, radius bura hündürlük olur. Bizə deyir ki, yan səthinin sahəsi 36 pidir. Əlbəttə ki, konusun yan səthinin sahəsi pi r L düsturu ilə tapılır. L də bunun, deməli, doğranının uzunluğudur. Verilənləri yerinə qoysaq, bizdən elə doğranın uzunluğunu soruşur. Pi r L bərabərdir. Yan səthinin sahəsi 36 pidir. 36 pi. Buradan radiusu 4 veribdir. Öncə onu yazaq. 4 pi L bərabər 36 pi. Pilərimiz ixtisar gedir. 4 L bərabərdir 36. Buradan L bərabərdir 9 tapmış oluruq. Cavab B variantı. Keçək növbəti sualın izahına. Növbəti sualımız bizim üçbucağa aid və oxşarlıqla bağlı bir sualdır. Oxşarlığa aid bir sualdır. Biz paralel düz xətlərin, iki paralel düz xəttin üçüncü ilə kəsişməsindən yaranan bucaqlardan istifadə edirik. Uyğun bucaqlar bura alfadırsa, burada alfadır. Bu kiçik üçbucağın təpə bucağı A, həm bunun təpə bucağıdır əlbəttə ki, həm də böyük ABC üçbucağının təpə bucağıdır. Və biz bura qamma desək, əlbəttə ki, bu bucaqda qamma olacaqdır. Və bucaqların və onların tərəfindəki, onların qarşısındakı tərəflərin nisbətlərindən istifadə edə bilərik. Deməli, betanın qarşısındakı 2-nin, betanın qarşısına bura bir x deyək, x-ə bərabərdir. Çünki biz kiçik üçbucaqdan başlamışıqsa, elə kiçik üçbucaqla da davam etməliyik. Qammanın qarşısındakı 3-ün, qammanın qarşısındakı ümumi tərəfə, yəni 9-a nisbəti. 3 ilə 9-u ixtisar aparsaq buradan x bərabərdir 6 almış oluruq. Cavab D variantı, çünki bizdən BC tərəfinin uzunluğunu soruşur. Növbəti sualın izahına baxaq. Növbəti sualda bizdən trigonometriyaya aid belə bir qiymət verib və tangens kvadratı alfanı tapmağı tələb edir. Çox sadə bir sualdır. Əlbəttə ki, bunun ən rahat yolu üçbucaq qaydasından istifadə etməkdir. Üçbucaq qaydasından istifadə edərkən biz sinus alfaya əsasən, deməli, buranı alfa qəbul etsək, sinus alfa bilirik ki, qarşı katetin hipotenuza nisbətidir. Digər kateti tapa bilirik. Digər katetimiz x bərabər kök 6, 3-ün kvadratı 9 çıx 1. Bu da edir kök 6, 8. Yəni x-in qiyməti 8-ə bərabərdir. Tangens kvadratı alfa olanda isə istəsək biz nisbətlərlə yaza bilərik. Məsələn, sinus kvadratı alfa böl kosinus kvadratı alfa. Lakin buna ehtiyac yoxdur. Elə bu üçbucaqdan tangens alfanın qarşı katetin bitişik katetə olan nisbətindən istifadə edərək və həm də rahatlıqla istifadə edə bilərik. Niyə? Kvadrat olduğuna görə burada hörüklərin önəmi olmur da. Yəni, müsbət də olsa, mənfi də olsa, onsuz da bilirik ki, kvadrat onu müsbətə çevirir. Ona görə rahatlıqla elə həmin nisbətlə yaza bilərik. Yəni, 1-in kök 6, 8-ə nisbətindən kvadratını yazırıq. Bu da olur 8-də 1. C variantı. Növbəti sualımız çevrəyə aid bir sualdır və bizdən deməli mərkəzi O nöqtəsi olan çevrədə BC toxunanı çəkilmişdir. A 90 dərəcədir, daxili bucaqdır, daha doğrusu 40 dərəcədir, üzr istəyirəm. Və C bucağını soruşur bizdən, X-i soruşur. Deməli, daxili bucağın xassəsindən istifadə etsək uşaqlar, bura 40 dərəcədirsə, ona uyğun qövsün dərəcə ölçüsü 2 dəfə böyük olduğuna görə bura 80 dərəcə olur. Və verilmiş diametrdə çevrəni tən yarı böldüyünə görə buradan bura qədər dərəcə 180 olur, yarım çevrə. 80 dərəcə buradırsa, bura 100 dərəcə qalır əlbəttə ki. Və buradan C bucağını da tapanda bilirik ki, bir kəsən və bir toxunan arasında qalan bucaq uyğun qövslərin, yəni böyük qövslə kiçik qövsün fərqinin yarısına bərabərdir. 100-dən çıxırıq 80 bölürük 2.
Bu da edir 20 bölü 2 10 dərəcə olur. Cavab A variantı. Rahat bir sual idi. Bu da çevrəyə aid. Deməli, keçək növbəti sualımıza. Növbəti sualımız da yenə üçbucağa aiddir. Üçbucaqda belə bir sual veribdi ki, e, ABC üçbucağıdır. Öncə üçbucağımızı çəkək. ABC üçbucağında A, B, deməli, buranı qoy C eləyək, rahat olsun deyə. Bura C olsun, bura B olsun. Çünki bizə deyir CD medianı buradan rahat çəkmək üçün bu CD medianı olarsa biz bilirik ki, median tərəfi iki bərabər hissəyə bölür və bizə deyir ki, M medianların kəsişmə nöqtəsidir. Yəni bura medianların kəsişmə nöqtəsi olarsa, buradan belə bir xətt çəkməliyik. BM medianını daha doğrusu bir hissəsini çəkək və deyir SBM'də 5 olarsa, SBM'də yəni buranı soruşur, S bərabər 5 olarsa. Biz bilirik ki, yəni medianlar kəsişəndə təpə nöqtəsindən başlayaraq uşaqlar 2-nin bir nisbətində bölünür. Yəni 2x bura olur, x bura olur. Və belə bir xassiyyət də var ki, deyirik tərəflər hansı nisbətdə bölünərsə, əlbəttə ki, sahələr də həmin nisbətdə bölünür. Yəni nisbətlə belə yaza bilərik ki, 2x-in nisbəti x-ə bərabərdir, s-in nisbəti 5-ə. Buradan x-lər ixtisar gedir, s bərabərdir 10 olur. Buradan 10-a bərabərdir. Və indi böyük üçbucağa baxırıq və bilirik ki, median üçbucağın sahəsini iki bərabər hissəyə bölür. Yəni CDB üçbucağının sahəsi 15 kvadrat santimetr olarsa, əlbəttə ki, ACD-nin də sahəsi 15 kvadrat santimetr olar. Onda ümumi ABC-nin sahəsi neçə olacaq? Əlbəttə ki, 30 olur. Keçək növbəti sualın izahına. Növbəti sualda deyir ki, A, B, C ardıcıl tək ədədlərdir. Və həmin bu nədir, verilmiş bu münasibətə görə, yəni bu verilmiş şərtə əsasən bu ifadə nədədir, qiymətini tapın. Biz bunun yerinə əlbəttə ki, qiymətlərdə qoyub yaza bilərik. Çünki ardıcıl tək ədədlər deyirsə, məsələn, bura 1, bura 3, bura 5 də qoyub yaza bilərik və qiymətlərini yerinə qoyub hesablaya da bilərik. Və yaxud da modulun xassəsindən də istifadə edə bilərik ki, yəni biz bilirik ki, modul içərisindəki ifadədə əgər onların fərqi müsbət ədəd verirsə, moduldan olduğu kimi çıxır, mənfi ədəd verirsə, işarəsini əksinə dəyişir çıxır. ABC ardıcıl tək ədədlər olduğuna görə bunlar arasındakı fərq də 2-yə bərabərdir. Çünki ardıcıl həm tək ədədlər, həm cüt ədədlər arasında fərq 2-dir. İndi biz modulun xassəsindən istəyirəm istifadə edək. A-dan B çıxanda bilirik ki, A B-dən kiçik ədəd olduğuna görə, əlbəttə ki, mənfi ifadə olunanda, mənfi ifadə alındığına görə bunların işarəsini əksinə dəyişirik. Yəni B çıx A yazırıq. Üstəgəl C-dən A çıxanda, C A-dan böyük olduğuna görə elə olduğu kimi çıxır. Üstəgəl B-dən C çıxanda, B C-dən kiçik olduğuna görə C çıx B şəklində yazılır. Baxaq görək islah olunan qiymətlər varmı? Bəli, B islah olunur. Və buradan yazırıq 2C çıx 2A. Daha sonra 2-ni ortaq vuruq olaraq mötərizə xaricinə çıxarsaq, 2C çıx A yazırıq. Və buradan verilən ifadədən baxırıq ki, C ilə A arasında fərq 4-dür. Çünki A ilə B arasında fərq 2-dir, B ilə də C arasında fərq 2-dir və ümumi fərq 4 olur. Yəni C çıx A ədədinin qiyməti 4-ə bərabər olur. 2 vur 4 edir 8. Bu da maraqlı sual idi. Keçək növbəti sualın izahına. Növbəti sualımız da yenə çevrəyə aid bir sualdır. Bizə deyir, radiusu 10 sm olan o mərkəzli çevrədə SY toxunanı və SA kəsəni çəkilmişdir. OD AB-yə perpendikulyardır. Bura B-dir. OD AB-yə perpendikulyardır. YS də OD-yə paraleldir. Yəni bu hissələr bir-birinə paraleldir. OD 8 olarsa BC parçasının uzunluğunu tapın.
Bir kəsən və bir toxunanın xassəsindən əlbəttə ki, istifadə edəcəyik. Ancaq öncə ondan qabaq bizə radiusu veribdi. Deməli, biz buradan radius çəkərək buranın uzunluğunu tapa bilərik. Radiusumuz 10 santimetrdir və Pifaqor teoreminə görə katet 8, hipotenuz 10-dursa, digər katet 6-ya bərabərdir. Bura 6-dırsa, əlbəttə ki, burada 6-ya bərabərdir. Çünki biz vətərlə demişik, radius əgər 90 dərəcə bucaq altında kəsişirsə, vətəri 2 bərabər hissəyə ayırır. Və bir də buradan biz radius çəksək, bu toxunana perpendikulyar olur və perpendikulyar olduğuna görə OD ilə də YS paralel olduğuna görə bura 8-dirsə, burada 8-dir. İndi toxunanla kəsənin xassəsindən istifadə edərək bax bu x-i tapa bilərik. Yazırıq, toxunanın kvadratı bərabərdir kəsənin xaricdə qalan hissəsi vur kəsənin ümumi uzunluğu x plus 12. Bərabər yazmayaq. 64 bərabər x kvadrat plus 12 x. Sadələşdirməmizi aparaq, x kvadrat plus 12 x çıx 64 bərabər 0. Köklərimizi Viet teoremi ilə tapsaq, hasili mənfi 64 cəmi mənfi 12 olan mənfi deməli 16 ilə 4-dür. Vuranda mənfi 64 edir, toplayanda mənfi 12 edir. Məsafəni də mənfi götürə bilmərik, ona görə də x-in qiyməti 4-ə bərabər olmuş olur. Keçək növbəti sualın izahına, baxaq hansı sualı bizə veriblər. Loqaritmaya aid belə bir sual verilmişdi. Loqaritma, deməli, burada biz baxırıq ki, loqaritmanın əsası 5-dir. Burada da 125 üstü olur. Bunu da 5-ə gətiririk. Ya olur 5-in kubu loqaritma 5 əsasdan x bərabərdir. Biz bilirik ki, buradan 3 gəlib x-in qüvvətinə qalxa bilir. Onda bu şəkildə yazılır. Loqaritma 5 əsasdan x-in kubu. Və xassədə deyirdik ki, əgər burada duran ədədlə loqaritmanın əsası eyni olarsa, qiymət elə x kubuna bərabər olmuş olur. Və bu da 64-ə bərabərdir əlbəttə ki, x də 4 olur. Çünki 4-ün kubu 64 edir. Keçək növbəti sualın izahına. Növbəti sualımızda bizə bərabərsizliyə aid belə bir sadə sual vermişdi. Və bizə deyir ki, bu bərabərsizliyi ödəyən tam ədədlərin cəmini tapın. Əlbəttə ki, uşaqlar, bunun ən rahat yolu intervallar yoludur. İntervallar yolu ilə köklərimizi, yəni sıfıra çevirən qiymətləri yazırıq ədəd oxu üzərində və onu aralıqlara ayırırıq. Daha sonra işarələri təyin edirik. 5-dən böyük hər hansı bir ədəd versək, tutaq ki, 6 versək, bura müsbət olur, bura mənfi olur. Bu zaman mənfi ilə müsbətin hasili mənfidir və bilirik ki, əgər bizim dərəcələrimizdə cüt dərəcə və yaxud da modul işarəsi yoxdursa, işarələr sıralanır. Mənfi, müsbət, mənfi. Bizdən də böyük sıfır olan hissəni soruşur, 1-5 aralığı. Və bu aralığa daxil olan tam ədədlərin cəmini soruşur. 2 üzərinə gəlirik, 3 üzərinə gəlirik, 4. Bu da edir 9. Düzgün cavabımız edir 9. Daha sonra bizdən belə bir məsələ soruşur ki, deməli, ehtimala aid məsələdir. Deyir ki, ilk 12 natural ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan, yəni 1-dən 12-yə qədər kartlar nömrələnir. 1-dən 12-yə qədər bütün kartlar nömrələnir, deməli, qutuya yığılır və deyir, qutudan 2 kart çıxardırlar. Çıxarılan birinci kartdakı ədədin sadə, ikinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olması. Yəni, burada qaytarmaq şərti yoxdur. İkisi də ard-arda çıxarılır. Ona görə də biz öncə baxırıq ki, bizim ümumi neçə kartımız var. Əlbəttə ki, 12 kart. Məxrəcdə 12 yazırıq. Və deyir, birinci çıxarılan kartdakı ədədin sadə ədəd. Öncə gəlin görək bu aralıqda, yəni bu kartların içərisində sadə ədədlər hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir və 11-dir. 1, 2, 3, 4, 5 dənə sadə ədəd var.
Birinci çıxardığımız kart sadə 12-dən 5, yəni sadə ədəd çıxardıq. Birini çıxardığımıza görə ümumi say bir vahid azalır, olur 11 dənə kart qalır və ikinci cəhddə çıxarılan, yəni ikinci kart isə 4-ə bölünən ədəd olmalıdır. 4-ə bölünən ədəd də burada 4, 8 və 12-dir. Əlbəttə ki, 3 dənə. İxtisarımızı aparırıq. Burada 4 edir. Cavab 44-də 5-ə bərabərdir. Keçək növbəti sualın izahına. Növbəti sualda deyir, yenə də üçbucağa aid sualdır. Baxaq görək nə istəyir. Deyir, ABC üçbucağında AB 8-dir, verib tərəf üzərində. DC 5-dir, buradan bura qədər məsafə. A isə 30 dərəcədir. BDC-nin sahəsini soruşur. S, B, D, C. Əlbəttə ki, üçbucaqda biz 30 dərəcəli bucağı görəndə ağlımıza ilk düzbucaqlı üçbucaqda 30-60 xassəsi düşür və buna görə də biz buradan təpədən bir hündürlük endiririk, həmin xassəni tətbiq edirik. Demişik ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Burada hipotenuz AB tərəfi hesab olunur. Ona görə hündürlüyümüz olur 4 sm. Bizdən də BDC-nin sahəsini istəyir. BDC üçbucağının sahəsini. Sahə düsturunda deyirdik ki, tərəf və tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısına bərabərdir. Bu zamanda S bərabər olur. 2-də 1 vuraq. Tərəfimiz 5-dir. Hündürlüyü isə tapdıq 4-dür. Cavab edir 10. Sahə 10-a bərabərdir. Növbəti suala baxaq. Növbəti sualımız deməli düzbucaqlıya aid belə bir sualdır və diaqonallara aid diaqonalların xassəsinə biz düzbucaqlını keçəndə deyirik ki, diaqonalları bir-birinə bərabər olur və diaqonallar kəsişəndə, kəsişdikdə də yarı bölünür və həm də düzbucaqlının hər iki diaqonalı bir-birinə bərabərdir. Ona görə də OC-nin uzunluğunu burada 3x plus 1 veribdir. OD-nin uzunluğunda 5x çıx 7 veribdir. Diaqonalların bərabərliyindən istifadə edərək bunların bərabər götürüb x-i tapa bilərik. 3x plus 1. 2x bərabər 8, x də bərabər 4-ə. X-in 4 qiymətini yerinə qoysaq, 5-i 4-ə vururuq 20, 20-dən də 7 çıxanda 13. Diaqonalın yarısı 13-dürsə, əlbəttə ki, yarısı da 13-dür. Ümumi uzunluq 26-ya bərabər olur. CD tərəfini isə nə verib bizə? Deməli, 10 verib. Əlbəttə ki, burada 10-dur qarşı tərəf. Buradakı düzbucaqlı üçbucaqda, yəni adi tərəfini tapmaq üçün düzbucaqlı üçbucaqdan Pifaqor teoreminə əsasən adi tərəfin uzunluğunu tapa bilərik. Deməli, buranı x işarə etsək, x bərabərdir. Kök altında hipotenuzun uzunluğu oldu 26. 26-nın kvadratı çıxar, 10-un kvadratı. Bu da edir. Deməli, kök altında 676 çıx 100 edir. Kök altı 576. Bu da bərabərdir 24-ə. Deməli, bura 24-dür. İndi bizdən nəyi soruşur? Deyir, düzbucaqlının perimetrini. Perimetrdə də əlbəttə ki, 2 vuraq. Mötərizədə A plus B. Yəni 10 üstə gəl 24. Qiymətim, üzr istəyirəm. Qiymətimiz neçə edir? 10 ilə 24-ün cəmi edir 34. 34-də 2-yə vuranda 68. Cavab 68. Keçək növbəti sualın həllinə. Növbəti sual deməli yaş məsələlərinə aiddir. Yaş məsələlərinə aid belə bir sual vermişdi ki, yaşlarının nisbəti 3-ün 5-ə olan iki qardaşdır. Bura birinci və ikinci qardaş olaraq qeyd edək. Birinci və ikinci qardaş. 3-ün 5-ə nisbəti deyəndə buna 3K, buna 5K desək. Bir 6 il sonra, əlbəttə ki, bu da 6 yaş böyüyəcək, bu da 6 yaş böyüyəcək. Belə olandan sonra deyir, onların yaşlarının nisbəti 3-ün 4-ə olur. Yəni 3K plus 6 nisbəti 5K plus 6-ya bərabər olubdur 3-ün 4-ə nisbəti.
Çarpaz şəkildə vursaq, edir 12K plus 24 bərabərdir 15K plus deməli 18. Sadələşdirsək olur 3K bərabərdir 6. K da bərabərdir 2. K-nı 2 tapdıq deyir, qardaşların indiki yaşlarının cəmi. Yəni, bunları istəyir bizdən. 3-ü vururuq 2-yə edir 6. 5-i vururuq 2-yə edir 10. Yaşların cəmi isə 16-ya bərabər olur. Düzgün cavab 16. Keçək növbəti sualın izahına. Növbəti sualımız isə piramida sualıdır və bizə belə bir sual veribdir ki, piramidanın oturacağı katetləri 9 və 10 olan düzbucaqlı üçbucaqdır. Öncə şəklimizi çəkək. Deməli, bura 90 dərəcədir və bizə piramidanı deməli bu şəkildə çəkdik. Katetlərini 9 və 10 veribdir. Və bizə deyir ki, düzbucaqlı üçbucaqdır. Piramidanın həcmi 120 olarsa onun hündürlüyünü tapın. Deməli, piramidanın həcm düsturu V bərabərdir. 3də 1 S oturacaq vuraq H. H da əlbəttə ki, piramidanın öz hündürlüyündən söhbət gedir. Elə bizdən H-ı tapmağı tələb edir. Yəni, 3də 1 vuraq. S oturacaq nədir? Katetlərin hasilinin yarısı. Yəni, 9 vur 10 böl 2. Bərabərdir. H-ı da yazaq. Bərabərdir 120-yə. Buradan ixtisarlarımızı aparsaq, bununla bu ixtisar gedir 3, bununla bu ixtisar gedir 5. Olur 15H bərabərdir 120. H da bərabərdir 8-ə. Cavab edir 8. Növbəti sual silsiləyə aid belə bir sualdır. Bizə veribdir əlbəttə ki, cəm və silsilə həddini tapmaq istəyir. S-in deyir, n həddli olan silsilənin cəmidir və bizdən S10 çıx S9 bərabər 16 veribdir. Bir də S12 çıx S11 bərabərdir 10 veribdir. Bizdən də əlbəttə A11-i soruşur. A11-i tapmaq istəyir. Biz bilirik ki, uşaqlar, S10 çıx S9 bizə A10-u verir. Niyə A10-u verir? Çünki biz 9 dənə həddin cəminin üzərinə 10-cu həddi gəlsək, 10 həddin cəmini verər. Ona görə də buradan A10 bərabərdir nəyə? 16-ya. Yəni, S10 çıx S9 bizə A10-u verir. Burada isə S12 çıx S11 bizə nəyi verir? A11-i. Düzdür, daha doğrusu A12-ni. A13-ni verir. Niyə? Çünki 11 dənə həddin cəminin üzərinə 12-ci həddi əlavə etsək, 12 dənə həddin cəmini almış oluruq. Və ədədi silsilədə biz belə bir xassisə keçmişik ki, bax, A10, A11, bir də A12. Ortada duran hədd, onun kənarlarında duran hədlərin ədədi ortasına bərabərdir. Yəni, A11 bərabərdir 16 üstəgəl 10 böl 2. Bu da nəyə bərabər olur? 13-ə. Keçək növbəti suala. Sonuncu sualımızdır. Sonuncu sualda baxaq görək bizdən nə istəyir. Sonuncu sualda faizə aid belə bir misaldır. Məsələ verib daha doğrusu. İclas zalındakı oturacaqların 20% doludur. Zala 96 nəfər gəldikdən sonra oturacaqların 60% dolarsa, zaldakı oturacaqların ümumi sayını tapın. Biz zaldakı ümumi oturacaqlarının sayını x ilə işarə etsək, bunun 20% doludur deyir. Yəni, x vur 20 böl 100.
Buradan isə 0,2x tapırıq. X tapmış oluruq. İndi bizə deyir ki, bura 96 nəfər də əlavə etsək, 0,2x-in üzərinə 96 gəlsək, bizim oturacaqlarımızın 60% dolmuş olur. Yəni 60% dolmuş olur nə deməkdir? X vur 60 böl 100. Bu da nəyə bərabərdir? 0,6x-ə. 0,6x olur. Sadələşdiririk. 0,4x bərabərdir 96. Buradan da x-i tapanda əlbəttə ki 96-nı bölməliyik 0,4-ə. Bu da bərabərdir 240. Bizim deməli ümumi oturacaqlarımızın sayı 240 ədəd olur. Deməli bugünkü OTK sınağının sualları o qədər də çətin suallar deyil idi. Yəni buraxılış səviyyəsinə uyğun suallar idi. Yəni orada ümumilikdə baxanda bir-iki dənə belə çətin, ortadan biraz çətin tipli sual olardı. Yəni şagirdlər əgər xassələri dəqiq bilirlərsə, qaydaları, düsturları dəqiq bilirlərsə, yəni burada çətinlik çəkəcək, elə də çox aşırı dərəcədə çətin sualımız yox idi. Ümidvaram ki, uşaqlar hər biriniz buraxılış imtahanında yüksək nəticə göstərəcəksiniz. Hər birinizə uğurlar arzulayıram və düşünürəm ki, bu video sizin üçün faydalı olacaqdır. Sağ olun, hələlik.